Mən BANI haqqında kifayət qədər məlumatlı idim. Yəni saytlardan məlumatlar əldə etmişdim. Eyni zamanda mənim həyat yoldaşım da bu barədə mənə təklif verdi. BANI haqqında əldə etdiyim məlumatlar məndə belə bir fikir yaratdı ki, mən də övladımı bu kursa qoysam, yəni burada təhsil almağa başlasa, onun gələcəyi çox uğurlu olar. Bu mənada mən hesab elədim ki, BANI ilə əməkdaşlıq çox vacibdir və elə ilkin tanışlıq da elə bu istiqamətdə başlamış. Övladım 4 saylı Gəncə şəhər məktəbində təhsil alır. Eyni zamanda da BANI-dəki yüksək təhsil məndə xüsusi olaraq belə bir fikir yaratdı ki, onun burada təhsil almağı gələcəkdə hüquqşünas kimi formalaşmasında çox böyük rol oynayacaq və BANI-nin potensialı buna imkan verir və hesab edirəm ki, övladımın son topladığı sınaq imtahanlardakı balları da dediklərimizi təsdiq edir və bundan sonraki dönemdə də əməkdaşlığımız daha çox olacaqdır. Yəni o mənada ki, hazırda övladım 2 fənn üzrə təhsil alır, ingilis dili və riyaziyyat fənləri üzrə. Amma artıq mən bir neçə aydan sonra belə düşünürəm ki, digər 3 fənn üzrə də tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə də, yəni konkret olaraq 3-cü humanitar qrupun fənləri üzrə təhsil alacaqdır və bunun da nəticələrini çox yüksək gözləyirəm. BANI-nin bu günə qədərki fəaliyyəti sübuta yetirir ki, onun buraxılışı təkcə ölkə səviyyəsində deyil, beynəlxalq universitetlərdə belə onun abituriyentləri təhsil alır və bu mənada da mən hesab edirəm ki, övladım dünyanın qabaqcıl universitetlərində təhsil alırlar. Xüsusilə mən Britaniya universitetlərini demək istəyirəm. Oxford və Cambridge universitetlərini mən nəzərdə tuturam. Çünki mən özüm də Avropa və Amerika üzrə mütəxəssisəm. Gəncə Dövlət Universitetinin Ümumi Tarix Kafedrasının professoru, tarix üzrə elmlər doktoruyam. Mən beynəlxalq münasibətlər üzrə doktoram. Bu mənada mən hesab edirəm ki, övladımın da gələcəkdə Avropa və dünya miqyaslı universitetlərdə təhsil almasına, yəni hüquqşünas kimi formalaşmasına kifayət qədər BANI kursu kömək edəcək. Mən çox minnətdarım sizə. Dərindən təşəkkür edirəm ki, siz həm də bugün məni belə bir demək rubrikaya dəvət etmisiniz. Mən burada olan bütün rəhbərdən tutmuş bütün müəllim heyətinə dərin minnətdarlığımı bildirirəm. Çünki BANI kursunda qarşıya qoyulan hədəflərə çatmaq imkanları var. BANI konkret olaraq davamlılığı hədəf götürüb, yenilikçiliyi hədəf götürüb, konkret olaraq irəliləməyi hədəf götürüb, irəliləmə hər addımda müvəffəqiyyət qazanmaq deməkdir. Yenilikçilik ən yüksək təhsil nailiyyətlərini tətbiq etmək deməkdir. Davamlılıq isə ilk başlanğıcdan bu günə qədər davam etdirilən təhsili demək ki, uğurlar əldə etməklə onun inkişafı deməkdir və eyni zamanda bundan sonraki dövrdə də davam etdirilməsi deməkdir. Mən ümumiyyətlə bütün ətrafımda olan ziyalı yoldaşlara çağırış eləmək istəyirəm. Onlar da öz övladlarını bu kursa qoyarsa, onların da böyük arzuları həyata keçə bilər və buna mən tam əminəm. Yəni onlar praktikdə bunun şahidi ola bilərlər və ona görə də BANI-yə bütün bu nailiyyətlərə görə uğurlar arzu etmək istəyirəm və arzu edirəm ki, BANI-nin səsi daha yüksəklərdən gəlsin. Bugünkü gəncliyə həmişə üstün cənab prezidentimiz deyir ki, gəncliyin əlindədir gələcəyimiz və ona görə də bugünkü gəncliyi daha savadlı yetişdirmək lazımdır. Bu istiqamətdə də BANI öz üzərinə düşən vəzifələri tam şərəflə yerinə yetirir. Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.